Salam əziz şagirdlər, indi isə Əzmkər Alpinist mətninin tapşırıqları ilə tanış olaq. Mətnə aid sualları cavablandırın. Everest zirvəsi hansı dağda yerləşir? Təbii ki, Himalay dağında. Kim Everest zirvəsini 30 dəfə fəth edib? Hansı alpinistlər oksigen balonu istifadə etmədən Everesti fəth edib? 14 zirvənin hamısını ilk dəfə fəth edən alpinist kim idi? 2019-cu ildə Everesti fəth edən neçə alpinist vardı? Bu sualları isə siz cavablandıracaqsınız. Növbəti sualımız: Edmund Hillary'nin xüsusiyyətlərini əsaslandırın. O əzmkar idi, inadkar idi və məşhur idi. Uşaqlar, inadkarlığı necə əsaslandıra bilərik? İlk cəhdi uğursuz olsa da fikrindən dönmədi. Digər əzmkarlığı və məşhurluğu isə siz əsaslandırın. Növbəti tapşırığımız: oxuduğunuz və dinlədiyiniz mətndən istifadə edərək özünə qalib gəlmək mövzusunda esse yazın. Bu, Mİ-N üsulu ilə yerinə yetiriləcək. Yəni bizim mövqeyimiz, izahımız, nümunəmiz və nəticəmiz əsasında. Mövqeyimizi bildirəndə məncə uğur əldə etmək üçün insan qorxuları, qüsurları ilə mübarizə aparmalıdır. İzah verən vaxt isə çünki yalnız insan özünü daha yaxşı görür və tanıyır. Nümunə gətirdikdə isə siz Edmund Hillary'dən nümunə gətirə bilərsiniz və ya digər alpinistlərdən. Nəticədə isə məhz buna görə də ümumiyyətlə beləliklə sözlərindən istifadə edə bilərsiniz. Hətta nümunələrdə siz əsaslandırmaq üçün aforizmlərdən də istifadə edə bilərsiniz. Sağ olun, gələn dərslərimizə qədər.